Herkese salam, YouTube kanalıma hoş gelmişsiniz. Hər birinizi yeni bir yarım fabrikat hazırlama vlogundan salamlayıram. Belə ki, işimə axşamdan suda ıslatdığım noxudları bişməyə qoymaqla başlayıram və keçirəm pizza xəmiri hazırlamağa. Pizza xəmiri üçün mən hər zaman süddən istifadə edirəm. 1 stəkan ilıq südün üzərinə 1 xörək qaşığı maya və 1 çay qaşığı şəkər tozu əlavə edib gözləyirəm ki, maya aktivləşsin. Aktivləşən mayanın üzərinə duz və 3 stəkan un əlavə edirəm. Un miqdarı keyfiyyətindən asılı olaraq sizdə az və yaxud da ki, çox ola bilər. Ələ yapışmayan xəmir yoğurub üzərini bağlayıb qoyuram mayalanmağa. Vaxt itirmədən keçirəm toyuq ətləri üçün marinat hazırlamağa. 1 ədəd yumurta, yarım stəkan kefir və yaxud da ki qatıq, yarım çay qaşığı soda, duz, istiyot, paprika, sarı kök, ümumiyyətlə zövqə görə sevdiyiniz ədviyyatlardan istifadə edə bilərsiniz və 1 xörək qaşığı da un əlavə edib yaxşıca qarışdırıram. Bu ətləri bizdə uşaqlar çox sevir. Həm suxariyə, həm də una batırıb qızartmaq olur. Qızaran ətlərdən şaurma hazırlayıram və yaxud da sobada üzərinə pomidor, pendir, sevdiyimiz tərəvəzləri əlavə edib o şəkildə də bişirirəm. Bir sözlə çox əlverişli bir yarım fabrikatdır. Ətləri doğrayıb sousla birləşdirirəm. Yarım fabrikat hazırlayacağım üçün sousla birləşən ətləri elə bu şəkildə də bir qabın içərisində dondurucuda saxlayıram. Yox, əgər bişirmək üçün nəzərdə tutmuşamsa, yenə bu şəkildə bir qabın içərisinə yerləşdirib bir gecə soyuducuda saxlayıram və səhərə artıq bişməyə hazır olur. Keçid edirəm yarpaq dolması hazırlığına. Bayramdan bu yana dondurucuda saxladığım yarpağı çıxardıb, buzu açıldıqdan sonra qaynayan suyun içərisində 3-4 dəqiqə pörtlədirəm. Xırdalayıcının içərisində 2 ədəd iri ölçülü soğan var. Yarısını dolma üçün, yarısını isə kotlet üçün istifadə edəcəm. Ümumiyyətlə kotlet və dolmaları hazırlayarkən soğanı ola bildiyi qədər çox xırdalayıram. Mən o şəkildə çox sevdiyim üçün. 300 qram qiymənin üzərinə xırdaladığım soğanların yarısını, kişniş, şüyüd, göz qərarı yumru düyü, duz, istiyot, sarı kök, biraz da quru nanə əlavə edib qarışdırıram. İstifadə etdiyim qiymə yağlı olduğu üçün əlavə yağda istifadə etmirəm. Çıxarıb bişirərkən üzərinə bir neçə parça kərə yağı yerləşdirib o cür bişirirəm və kifayət qədər yağlı olur. Və başlayıram dolmalarımı bükməyə. Yarpaqlarım böyük olduğu üçün dolmalar uzunsov alındı. Balaca yarpağım olsa belə məndə dolmalar yumru şəkildə alınmır. Siz bu videonu 29 yanvar tarixində izləyirsiniz. Mən isə bu videonu 17 yanvar tarixindən bir həftə əvvəl çəkmişəm. Belə ki, ayın 17-sində kiçik oğlumun ad günü idi və bu yarım fabrikat dolmaları onun ad günü üçün nəzərdə tutub hazırlamışdım. Bizdə uşaqlar kiçik olduqları üçün ya da dolmanın necə dadlı olduğunu hələ başa düşmədikləri üçün ona görə yemirlər. Ancaq bu miqdar yoldaşım və mənim üçün, yəni 2 nəfər üçün kifayət qədər idi. Belə yarım fabrikatlar həqiqətən insana çox kömək olur. Belə ki, həftədə 1-2 gününüzü sərf edərək hazırlayırsınız və 1-2 həftəlik hazır yeməyiniz artıq dondurucuda olmuş olur. Hazırladığım qiymə miqdarı yarpaq miqdarına bərabər oldu. Ona görə də nə içlikdən, nə də ki yarpaqdan qalmadı. Hər birini səliqəli şəkildə büküb yerləşdirirəm salafan paketin içərisinə və göndərirəm buzluğa. Evdə uşaqlarla həftənin bir günü burger ya da ki pizza günü edirik. Həm pizzanı, həm də burgerin kotletlərini evdə özüm hazırlayıram. Burgerin kotletini hazırlayarkən həm toyuq ətindən, həm də mal ətindən istifadə edirəm. O şəkildə daha dadlı olur. 250 qram toyuq əti və 250 qram mal ətinin üzərinə xırdalanmış soğanı, zövqə görə sevdiyiniz ədviyyatlar, bunlar məndə hər zaman duz, istiyot, sarı kök və paprikadır. Yaxşıca qarışdırıb yoğururam. Belə bir forma əldə etmişdim. Bugün onu da test edəcəm. Ətlərin yapışacağını düşündüyüm üçün alt və üst hissəsinə bu şəkildə paket yerləşdirib forma verməyə başladım. Düşünürəm ki, ilk istifadə üçün pis deyil, yaxşıdır. Belə ki, 8 ədəd 12 sm diametrində olan eyni ölçülü burger kotletləri əldə etmiş oldum. Bunların da hər birini hazırlayıb buzluğa qoyuram və lazım olduğu zaman çıxardıram. Buzunun açılmasını gözləmədən,
İstər suxariyə, istərsə də una batırıb yağda qızardıram və yaxud da ki, sobaya yerləşdirib o şəkildə bişirirəm. Forma verdiyim kotletləri dondurucuya göndərirəm və keçirəm pizzanı hazırlamağa. Hazırladığım xəmir artıq çox gözəl bir şəkildə mayalanıb. Üzəri üçün istifadə edəcəyim ərzaqları hazırlayıram. Bunlar çox sadədir. Sosiska və pendirdən istifadə edəcəm. Uşaqların sevdiyi kimi. Mən çox sevirəm üzərində göbələk, toyuq, turşu, xiyar və zeytun olduğu zaman. Ancaq dediyim kimi uşaqlar üçün hazırladığım üçün sosiska və pendirdən istifadə edəcəm. Xəmirdən kiçik gündələr hazırlayıram və nazik şəkildə yayıram. Əvvəllər pizza xəmiri bişərkən çox qalın alınırdı məndə. İndi isə ola bildiyi qədər nazik bir şəkildə yayıram və mayalı xəmir olduğu üçün bişən zaman kifayət qədər qabarır və çox gözəl bir pizza alınır. Sos üçün isə yayda hazırladığım pomidor sosundan və mayonezdən istifadə edirəm. Üzərinə biraz da duz əlavə edirəm. Evdə olmadığı üçün Provans otlarından istifadə edə bilmədim. Ancaq sizdə varsa mütləq ondan da istifadə edin. O şəkildə də çox dadlı olur. Bu ölçülərlə məndə 20 ədəd mini pizza alındı. Pendiri bol olan zaman təbii ki, pizza daha dadlı olur. Əvvəlcə sos, pendir, sosiska, üzərinə yenə pendir əlavə edirəm və dondurucuya girə biləcək bir qabın üzərində hər birini yığıram və bu şəkildə də göndərirəm dondurucuya. Bu isə pizzalarımın bişmiş halıdır. Çox gözəl, yumuşaq, ətirli pizzalar alındı məndə. Bu isə pizzaların donmuş halıdır. Çox gözəl donub, formasını da saxlayıblar. Paketin içərisində səliqəli bir şəkildə yerləşdirib, o şəkildə saxlayıram dondurucuda. Hazırlamaq istədiyim zaman isə 15-20 dəqiqə əvvəlcədən çıxardıram. Soba listinin üzərində biraz qalır və göndərirəm bişməyə. Bir də bu cür mayalı xəmirlərdə mən saxlamağı çox xoşlayıram. Lavaş kimi yayıram və asan da olur. Çıxardıb üzərinə pendir, sosis, kolbasa, adi farş belə istifadə edə bilərsiniz. Bu isə artıq mənim hazırladığım kotletlərdir. Bunlar da artıq çox gözəl formasını saxlayıb, çox gözəl donub. Belə salafan paketin arasına qoyuram və bu cür saxlayıram. Artıq noxudlarım da bişib, onları da bu cür ağzı bağlanan paketlərin içərisinə yerləşdirirəm və yeməklərdə istifadə edirəm. Mən xumusu çox sevirəm və ən çox onu hazırlamaq üçün belə hazır şəkildə noxudları bişmiş şəkildə dondurucuda hər zaman saxlayıram. Və bu da mənim bir neçə günlük yarım fabrikatlarım. Bu şəkildə hazırlamağı, ümumiyyətlə bu prosesi çox sevirəm və ümid edirəm ki, sizin üçün də faydalı bir video olar. Sizdən isə çox kiçik bir xahişim var. Dəstək olmaq üçün kanalıma abunə olub, videolarımı bəyənməyi, öz fikirlərinizi şərh bölməsində yazmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.